Ha. Deməli, 2003-cü ildə millət, baxın, Internet Explorer browser bazarının 87,2%-ni təşkil edir. 87%. Təsəvvür edirsiniz? Yəni, yerdə qalanlar da 5,7, 2,7, 1,7 filan. Ya, bunlar aydın məsələdir ki, azınlıq idi. Onun üçün də biz deyirdik ki, biz əsas olaraq Explorer üçün işləyirik. Hələ 90-cı illərdə bu faizlər daha da aşağı idi. 88%, yəni bazarın əsas hissəsini şey edir. Amma onu digər şeylərə uyğunlaşdırmaq məcburiyyətindəyik. Hərçənd illər keçdikcə, baxın, Mozilla bir xeyli inkişaf eləməyə başladı. Bu arada Netscape görürsünüz ki, öz şeylərini, pozisiyalarını itirir. Çünki inkişaf eləyən Mozilla, yəni həm Explorer'dan faizləri oxuruyurdu, həm digər browserlardan oxuruyurdu. Yəni ki, burada Opera nisbətən stabil qalan bir browserdir. Yəni ki, onu sizə söyleyeyim ki, Opera illər boyu stabil qalan bir browserdir. Çünki Opera WT konsorsiumun eksperimental browseridir. Onlar eksperimentləri Opera üzərində şey edirlər. Onun üçün Opera belə, yəni ki, orta statistiki, istifadəçiləri azdır, amma sazdır. Tamam? Yaxşı. Devam edirik. Yəni 88%. Təxminən 90%. Sonra nə baş verdi? Sonra baş verdi bu ki, 2009-cu ildə, yəni 2006-da bizim Netscape 0,4-ə düşdükdən sonra elan elədi ki, mən bay. Netscape öldü. Ondan sonra bazarda nisbətən boşluq idi. Belə ki, Mozilla qudurub 47%-ə qədər çıxdı. Okay? Və 2009-cu ildə bazara girdi yeni bir oyuncu. Cüzi bir faizlə, cəmi 6,5%. Bu kimdir? Bu Chrome'dur. Bəli, elədir ki, var. Amma ondan sonra Chrome hər il ən azı 2 dəfə artış göstərərək inkişaf eləməyə başladı. 20-dən 40-a, sonra 50-yə, 59-a, 60-a filan feşməkən və s. Sonra reklamlar gəlir. Okay? Burada görürsünüz ki, yəni Chrome'un inkişafı Internet Explorer baxımdan günə salıb 88%-dən bu 6,5%-ə düşdü. 10 dəfədən azalıb. Firefox hələ də pis deyil. 20%'larda adı zatdadır. Amma bu hələlik 2015'dir. Biraz da yukarıya getdikdən sonra burada artıq görəcəksiniz ki, 17, nə bilim, nə filan feşməkən 20-ci ildə ya da 19-cu ildə baxın, Chrome artıq 81%. Yəni, qavaqlar Explorer'ın olduğu şeyi buzad elədi. Burada hətta Internet Explorer o qədər iyrənc oldu ki, bunlar məcbur oldular ki, onun əvəzləyən Edge çıxartsınlar. İkisi birdən bu qədər faiz təşkil edir. Təsəvvür edin, Microsoft'un Windows'un rəsmi browserıdır. Görün, baxın, nə gündədir. Ondan sonra Mozilla bu arada, yəni Firefox bu arada, hələ də Firefox'dur. Okay, Safari ortaya çıxdı. Apple'ın browserıdır. Dünyanın ən iyrənc browserıdır. Ondan sonra hələ də Edge var burada. Ondan sonra nə ediblər? Ondan sonra Internet Explorer'ı tamamilə məhv ediblər, yəni rədd ediblər. Və burada görürsünüz ki, son vəziyyətə biz baxası olsaq, yenə kimsə gəldi? Yox. Bəli. Son vəziyyətə baxası olsaq, yəni ki, Chrome, yəni son şeylərdə, nə bilim, 80, 78, 79, yəni bu civarlarda özünü aparır. Yəni Edge, yəni ki, ən yaxşı göstərdiyi nəticə 12%-dir. 25-in sentyabrında bir bundan qabaq idi. Yəni Firefox 3,5-ə düşdü. Yəni bütün faizləri bu aydın məsələdir ki, qopartdı. Yəni Safari, yəni Apple'ın, yəni belə deyək də, ən nətər deyək ona, qabiliyyətsiz istifadəçilər tərəfindən istifadə olunur bu. Yəni normal istifadəçilər, çünki Safari'ni ancaq həyatda bir dəfə istifadə edirlər, Chrome'u download eləmək üçün. Tamam? Ondan sonra Opera yenə öz şeylərində qalır, hərçənd yəni bu illəri nəsə sürpriz bir şəkildə lap aşağı düşdü. Yəni onun üçün 2%, 3% normaldır, yəni bu dəqiqə 1%-in altına düşməsi bu şəxsən məni biraz narahat eləyir. Amma
Məsələ ondadır ki, bura baxırıq ha, browserları görürük ha. Yəni bu əslində çox da aktual bir şey deyil. Bilirsiniz niyə? Çünki Chrome əslində open source olan Chromium Visual'ın üstündədir. Edge browser. Hə? Nəyə baxaq? Məsələn, Wikipedia baxaq. Nə deyir burada? Deyir ki, Microsoft Edge based on the Chromium open source project. Bu da Chromium'un üstündədir. Ay Allah. Ondan sonra Opera yazırıq. Opera browser. Baxırıq. Haradadır? Wikipedia. Ya yazılır burada. Deyir ki, the current edition of the browser is based of Chromium. Salam əleykum. Yəni bu da əslində Chromiumdur. Yəni nisbətən müstəqil olanlarının Firefox-la Safari'dir. Yəni yerdə qalan Yandex browser, nə bilim nə, onlar hamısı Chromium'dan istifadə edirlər. Nə? O open source bir proyektdir. Yəni ki, açıqlar, bütün kodlar açıqdır. Deyirlər ki, al istifadə edir. Yəni misal üçün sən götürüb özünə görə bir browser yarada bilərsən bir də. Nə bilim. Bu neyinir? Bu istifadə edir Gecko rendering engine. Bu bir balaca fərqlidir, özünküdür. Bir də Safari var, o Safari pis gündədir. Yəni əsl mənada pis gündədir. Bu mənim Apple-a qarşı olan, necə deyirlər, xüsusi sevgim və ya nə bilim nəyim deyildir. Yəni onun da statistikaları var, support nöqteyi-nəzərdən. Niyə? Yəni elə belə deyil də ki, belədir bunun vəziyyəti. Çünki bu bir çox şey dəstəklənmir, işlətmir, nə bilim, neynəmir, filan feşməkanı. Yəni ona görə Firefox çox şeydə çox yaxşıdır. Əslində developerların seçimidir Firefox. Amma indi yəni çox populyar deyil. Yes. Bura niyə gəlmişik? Ona gəlmişik ki, yəni gördüyünüz kimi browserlar çoxdur. Tamam? Yəni ki, hal-hazırda populyar olan məsəl üçün tutalım ki, 5 dənə browserdan 3-ü ən azından eyni şey istifadə edir, bazanı istifadə edir. Yəni qabaqlar fərqli idi və JavaScript-də yəni onların işləyişində bu fərqlər məsəl üçün developerlara çox böyük bir əziyyət verirdi. Tamam? Buna görə də hardasa il, nə bilim, 2004-də, 2005-də, yəni artıq JavaScript-in mövcudluğunun 10-cu yaşında dedilər ki, gəlin bunu müəyyən bir standart üzərində otuzduraq. Emin. Standart. Bilsən nədir standart? Yəni, elədir ki var. Yəni, standartsızlıq həqiqətən çox zayıf bir şeydir. Onun ən bariz nümunəsi, yəni, indi dəqiq adları, zadları şeyləmirəm, amma yəni bir də nümunə şeyləyirlər ki, məsəl üçün Avropada, indi bilirsiniz, bilmirəm, bu dəqiqə vəbşə keyfdir. Yəni, Schengen zonada, orada demək olar ki, sərhəd-mərhəd yoxdur. Yəni, sən piyada misal üçün çıxıb, bütün Avropanı gəzə bilirsən, əgər oralıysansa. Yəni, hətta bəzi şəhərlər var ki, orada misal üçün sərhəd birbaşa şəhərin ortasından keçir. Məsəl üçün, kafenin bu tərəfi məsəl üçün Avstriyadır, bu tərəfi məsəl üçün tutalım ki, Almaniyadır. Avropada, Onun üçün orada məsəl üçün düzdür, bir 30-40 ilin söhbət edir, amma elə bir söhbət var idi ki, yəni şəhərdə bir binada yanğın çıxır və aydın məsələdir ki, yəni şəhərin yarısı buradadır, yarısı buradadır, amma həm bu ölkənin şeylərindən, yəni amma şəhərin ərazilərindən oraya yanğın söndürənlər gəlir. İndi o bir ölkənin yanğın söndürəni daha tez çatır, amma ev yanır, kül olur. Niyə? Çünki buradakı yanğın söndürən maşının hortumunun ağzı buradakı ölkədə olan yanğın borusunun ağzı ilə üst-üstə düşmür. Niyə? Standartların olmamasıdır. Aydındırmı? Onun üçün standart odur ki, yəni ki, sən lüboy hortumu lüboy boruya taxa bilərsən. Yəni ki, bunlar bir-birinə uyğun gəlsin. Bunun üçün, baxın, 2000 neçənci ildir bu? 9-dur. 2009-cu ildə ECMAScript, yəni ki, bu ESC-dir bu dəqiqə. ECMAScript 5 çıxıb və bundan sonra hər il bir şey artır, ata gedir. Yəni 5, 6, 7, 8 bu dəqiqə Allah bilir ECMAScript-in neçənci versiyasıdır. Amma JavaScript-in standartlaşması buna görə oldu. Yəni JavaScript-in ilk standart olması 2009-cu ildə baş verdi.
Yani 2009'dan sonra bütün browserlarda, bütün JavaScript engine'lar aynı standarta geçtiğine göre hal-hazırda bizim yazdığımız kod artık bütün browserlarda aynı şekilde netice gösterir. Tamam? Bu dakika o hakta biz fikirleşmeyebiliriz. Ama burada başka bir məqam var. Her bir dilin yeni versiyası çıxır. Aydın məsələdir. Ya bu da eləncələrdir. ECMAScript yenilənir, ora yeni imkanlar əlavə olunur. Şimdi burada proqramlaşdırma dillərinin iki dənə yanaşması var. Fərqli yanaşma. Yanaşma nömrə 1. Adətən köhnə və köklü dillərə məxsusdur. Onlar deyirlər ki, yeniləmələri çıxartmamıza rəğmən köhnə şəkildə yazılan bütün kodlar işləyəcək. Onların işləməsinə biz maneçilik törətmirik. Yəni nə yazılıbsa 1998-də hələ də işləyəcək. Yeni versiyadadır. Tamam mı? Yəni köhnə şeylərin supportu var. Bəzi dillər elə deyil. Məsəl üçün Node.js-də elə deyil. Node.js-də yeni versiya çıxan kimi bir əvvəlki versiyada yazılmış kod üzə işləmir. Hətta və hətta məsəl üçün PHP-də elə şeylər var. Yəni 8.0-da yazılmış kod, yəni ki 8.2-də yazılmış kod bu dəqiqə misal üçün 8.3-də işləmir. Var, elə şeylər də var. Buna görə də JavaScript-də bir dənə anlayış gətiriblər. Use strict. Use strict nə deməkdir? Strict nə deməkdir ümumiyyətlə? Strict, yəni ki, nə? Yox, həsəbi deyil. Ciddi, yəni, sərt qaydalarla deyək. Bunun şeyi nədən ibarətdir? 2009'da JavaScript'in təhlükəsizliyini ciddi bir başqa bir level'a qaldırmaq üçün müəyyən yeniliklər əlavə olunub. Tamam mı? Həmin yeniliklərlə yazılan kodlar əladır. Süper. Amma eyni zamanda deyilir ki, köhnə stildə yazılan kodları da mən dəstəkləyirəm. Hərçənd onlar o qədər də təhlükəsiz olmaya bilər. Okay? Biz normal qaydada kodu yazdığımız vaxt o normal qaydada onlar işləyir. Heç bir problem yoxdur. Tamam mı? Amma və əgər biz bilmiriksə ki, o köhnədir və ya nə bilim nədir filan da seçməkən biz kod yazacağıq. Yəni bizə görə o işləyəcək. Hərçənd çox da parlaq bir kod deyil. Okay mi? Onun üçün o deyir ki, əgər sən köhnəlmiş şeylərin səhv kimi göstərilməsini istəyirsənsə, o zaman use strict istifadə edir. Yəni kodun başında yazılır use strict. Tamam? Başda use strict yazdığımız vaxt əgər ki köhnə stildə yazılmış şeyləri yazsaq, o onları işlətməyəcək. O error çıxardacaq. Bu bizi vadar edir ki, biz gedək həmin sətirləri düzəldək. Aydındırmı? İndi biz niyə indiyana qədər bundan istifadə eləməmişik? Çünki mən sizə köhnə şeyləri öyrətmirəm. Mən sizə yəni ki, hal-hazırda çıxan ən yeni şeyləri göstərirəm. Hətta və hətta burada belə var. Elə şeylər var ki, onlar burada izah olunub, amma hələ də işləmir. Başlayır? Yes. Bunun üçün use strict bizim istifadə eləməyimizə ehtiyac yoxdur. Çünki biz zaten müasir formada, standarda uyğun kodu yazırıq. Okay? Amma yəni ki, intervyuda soruşulsa ki, nə işə yarayır? Yəni ki, bu şəkildə izah edə bilərsiniz. Yəni köhnə kodların deməli şey eləməsini, üzə çıxartmasını təmin etmək üçün istifadə olunur use strict-dən. Yəni burada hətta axırda şey də var ki, use strict-dən istifadə etməliyikmi? Yəni ki, gördüyünüz kimi cavab yəni ki, not so. Yəni o qədər də lazım deyil, əgər ki siz normal şəkildə kod yazırsınızsa. Nəysə, use strict-in nə olduğunu bildiniz. İndi keçirik növbəti məsələyə. O an keçməmişdən qabaq bir dənə də şey sizə söyləyeyim. Yoxsa söyləməyim. Çox yeni kodlar üçün də bir şey var.
deməli, onu ad olaraq sizə söyləyim, o da qabağınıza çıxsa, o biləsiniz ki, bu nədir. Yəni, çox yeni imkanlar var, hansılar ki, artıq çıxıb, artıq elan olunub ki, dildə bu olacaq. Amma onlar dil səviyyəsində hələ istifadə olunmur. Yəni, nəzəri olaraq onları çıxardıblar ki, bomba şeydir, bunu biz eləyəcəyik. Amma incəyin, yəni Dijok JavaScript-in kodu işlədən zadı, proqramı, onu hələ də tanımır, yaxşı işlətmir. Bax, çox müasir şeylərin, yəni biz onları istifadə eləyərək kodu yazırıqsa, yəni ki, normal JavaScript işləmir, amma biz istəyirik ki, onu tanısın. Onun üçün xüsusi proqramlar istifadə olunur. Onların adı polyfilldir. Polyfill deyinir. Polyfill bizim super müasir olan kodu götürür və JavaScript-in anlayacağı dilə özü çevirir. Tamam mı? Yəni bizim kodumuz o yeni imkanlardan istifadə edir. JavaScript-in işlətdiyi versiya bir damcı fərqli olur. Bax, bu cür proqramların adı polyfilldir. Haradasa eşitsəniz, yəni bilin ki, nə işə yarayır. Tamam? Amma bizim başımıza gəlməyəcək, biz o qədər də şeylərə girən deyilik. Tak. Variables. Aydın məsələdir ki, dilin ən sadə strukturudur. Bunun haqqında bilmədiklərimiz nə ola bilər? Baxaq. Tak, baxaq görək. Variable. Variable birinci növbədə adlandırılmış storage'dur. Yəni ki, adlandırılmış yerdir. Ki, o yer varsa onun içərisində nəsə yaza bilərik. Yəni, qutudur. Qısaca hansısa ki, içində nəsə qoya bilərik və o mütləq şəkildə adlandırılmış bir yerdir. Tamam? Hər bir variable mütləq şəkildə adı olmalıdır. Yes. Dəyişəni biz elan elədiyimiz vaxtı yazarıq let didn't. Ondan sonra bərabərdir nəsə yazada bilərik, yazmaya da bilərik. Yəni ki, bunu yazdığımız zaman o sadəcə deməkdir ki, biz belə bir adı dəyişən üçün ayırmışıq. Bu önəmlidir. Bu önəmlidir çünki bilmirəm, yadınızda, yəni demişəm sizə o sözü və ya deməmişəm, JavaScript kodun üzərində 2 dəfə keçir. Birinci dəfə keçdiyi zaman ancaq letlərə, konstlara və functionlara baxır və onların adlarını qeyd edir. İçində nə var, nə yox, onu maraqlandırmır. Ona sadəcə lazımdır ki, o dəyişənləri tanısın. Hansı dəyişənlər kodun içərisində istifadə olunacaq, istifadəçi tərəfindən adlandırılan. Tamam mı? İkinci dəfə üstündən keçdiyi zaman artıq onların içərisindəki qiymətləri yazmağa və funksiyaları icra eləməyə başlayır. Aydındır mı? Bu söhbəti, bu nağıl söhbətini yadınızda saxlayın. Biz onun dərin versiyasına çox sonra qayıdacağıq. Tak, deməli, message-dir, bunun içərisində nəsə bir şey yazmışıq. İndi, burada növbəti bir dənə də məqam mövcuddur. Bu arada, buradakı köhnə faylları mən bir dənə burada core qovluğunu yaradıb, onun içərisinə atacağım. Bunlar köhnə fayllardır. Və onun içində şəkillər varsa, şəkillər işləməyəcək. Niyə? Çünki image burada qaldı. Cəhənnəmə bunu da atırıq onun içinə. Yes. Təzə şeylər olacaqsa, ki olacaq? Məsəl üçün, JavaScript 20 .button. Okay. Və bunu da mən burada run edeyim ki, onun konsolundan istifadə edək. JavaScript belə maraqlı müasir dillərdəndir ki, bunun içərisində dinamik tipizasiya mövcuddur. Yəni ki, başqa bəzi kanonik, klassik proqramlaşdırma dillərində əgər dəyişən varsa, dəyişənin mütləq şəkildə tipi var. Yəni, bu dəyişənin içərisində ancaq rəqəmləri yazmaq olar. Hətta bəziləri ancaq tam sayıları yazmaq olar. Tamam mı? JavaScript elə deyil. Bizim əgər hər hansı bir dəyişənimiz varsa, bunun içərisində biz əvvəlcə rəqəm yaza bilərik. Tamam. O zaman bizim x-in tipi olacaq number. Ondan sonra misal üçün bunun içərisinə başqa bir şey yaza bilərik. O zaman onun tipi dəyişəcək olacaq string. Ondan sonra məsəl üçün bunun içərisinə tutalım ki, array əlavə eləyə bilərik. O zaman bunun tipi olacaq obyekt. Yox, olmadı. Əslində belə olmalıydı.
Aha. Type of X olacaq object. Ondan sonra məsəl üçün, bunu misal üçün tutalım ki, nə? True yaza bilərik. Okay, o zaman bunun tipi olacak. Boolean vesaire. Yani ki içinde nasıl bir şey olduğu zaman bizim değişenin bir tipi vardır. Eğer değişen elə belə yaradılıbsa adsız soyadsız o zaman bunun tipi olacak undefined. Bunlar hakkında daha sonra söhbət edəcəyik az sonra. Tamam? Undefined yani ki bilinmir. Hələ müəyyənləşdirilməyib, define olunmuyor mənasında. Tamam mı? Okey. Ve bu da belə deyək də önemli olan bir faktordur. Web proqramlaşdırma dillərində, Python'da, PHP'də, JavaScript'də hamısında eyni istoriyadır. Niyə? İzah edeyim sizə. Yəni hansısa vəhşi C proqramçısı ya da Java proqramçısı üst-üzə cümsa ki, nə bilim JavaScript'də variable'ların tipi yoxdur, belə nə biçim dildir bu, belə dil mi olar filan. Onun ehtiyacı var. Bilirsiniz nədə ehtiyacı? Ayət. Bilirsən niyə yoxdur? JavaScript'də variable'ların tipi dinamikdir, onlar değişə bilir. Xüsusilə web dillərdə. Bir də fikirləş. Ağlıma gəlsən, niyə bilirəm mən səni? Hə. Buyur. Bir də sualı təkrar edeyim. Web proqramlaşdırma dillərinin çoxsunda nəyə görə dəyişənlərin tipi olmur? Dinamik tipizasiya. Və məsəl üçün C-də niyə var? Konkret yazırsan ki X integer olacaq. Amma məsələn Python'da və ya nə bilim PHP'də və ya JavaScript'də yazmır. Python boş ver. JavaScript'dən söhbət gedir. Hə. Bu qədər dərində ki, dəyişə bilir deyə, dinamik var. Niyə də dəyişə bilir? Niyə dəyişsin axı? Niyə dəyişsin? C-də niyə dəyişmir? C-də şərt kodu var. Obyektlerin olduğuna göre. Nə o da yox. Bilirsiniz niyə? Yox! Əlaqəsi yoxdur. Türkçə tabii etmiyor. Biz ilk dersimizi hatırlayırsınız. Lap birinci dersimiz. Orada ben size bir de axmaq sual vermiştim. Həmişə sən axmaq sual verəsi deyirsən ki. Bizim mənim verdiyim axmaq sual mətləblə əlaqədar idi. Soruşurdum ki, web nədir? Bəli, onun cevabı neydi ayın? Bak görsən inkişaf yoxdur yəni. 4 aydır sənə dərs deyirəm, sən hələ də webin nə olduğunu bilmirsən. Neydi web? O da elə məsələ ondadır ki, həmən saat yarım ərzində, 2 saat ərzində sizə izah eləməyə çalışırdım ki, internet və web eyni şey deyil. Ben bilgi şeydim, ben böyle şeyler yapıyorum, işte böyle hazırlıyorum. İnternetteki məlumatlar əldə etmək, başqalarına bilmək. Sınır qurulmuyor, şeydə mənim hiç bir bakasın. Bu sizin hamınıza. Yaşaması değildi. Sıkıntı oldu. Ben bir şey gözüm geldim. Orada yazılmayacak. Elbette ki. Ben dersim kaydediyormuş. Çünkü yani kaydedip sonra bakmayanlardansınız. Ben ona göre deyirəm ki, dersi kaydetmenin hiçbir mənası yoxdur. Ben emin ve her ders kaydedemezsiniz, geç bakmak bilmiyorum. Bakırsan ama yadında işine kalmır. Birisi dersdir, bəli. Orada biz danışmışdık ki, yani ki belə şey desək, web internetin bir servisidir. E-mail kimi, chat kimi vesaire falan. Okey mi? Onun esas xüsusiyyəti ondan ibarət idi ki, o HTTP protokolu ilə işləyir. Yani HTTP protokolu işin içinde varsa bu webdir. HTTP protokolu yoktursa bu web değildir. HTTP protokoluysa Hypertext Markup Language'dir.
Onun üçün webdə hansı data, hansı formatda olursa olsun, burada hərəkət eləyirsə, o text formatında serverə ötürülür və serverdən də text formatında gəlir. Hamısı. Görürsünüz? Onun üçün hər bir datanı bizim proqramlaşdırma dilləri ötürmək üçün mütləq şəkildə tekstə çevirməlidir. Değişməlidir onun tipi. İmkan olmalıdır ki biz number'ı da text kimi göndərək, obyekti də text kimi göndərək, array'i də text kimi göndərək, hətta şəkili belə text kimi göndərə bilək. Başlayırız. Bunun üçün bizim dəyişənlər dinamikdir. Dinamik tipizasiya sahibdir. Yəni burada tiplər dəyişə bilir və biz də onları bir-birinə konvert edəcəyik. Hətta bəli, HTTP protokolu olduğuna görədir bu. Yes. Bu arada bir dənə letlə bir neçə dəyişəni define eləməyini mümkün olduğunu bilirdinizmi? Bu öyrənmiş olun. Yəni ki, bu şəkildə yaza bilərsiniz. Yəni ki, bunun eynisidir. Yəni gördüyünüz kimi 3 dəfə let yazmaq məcburiyyətində deyilsiniz. Yəni bunları virgüllə ayıraraq bu şəkildə də yazmaq mümkündür. Bir dənə let yazırsan da aralarına virgül qoydum, çox. Okey mi? Yes. Hətta bəziləri oranı bu formada da yazırlar. Como first style'dır. Bu əvvəlcə virgül qoyub ondan sonra dəyişənini yazırlar. Bu da olar. Ondan sonra bəzi tutoriallarda, kitablarda, dərsliklərdə, saytlarda siz görə bilərsiniz ki, dəyişəni varla birlikdə istifadə edirlər. Əgər belə bir şey görsəniz, o tutorialdan, dərslikdən, kitabdan və s. qaçın. Niye? Çünkü var 2009. ildən bu yana istifadə olunmur. ECMAScript'in 5. versiyasından bu yana var əvəz olunub flatla və constla. 2009. il əgər xəbəriniz yoxdursa 17 il bundan əvvəl idi. Tamam mı? Onun üçün yəni hələ də bundan istifadə edən varsa ondan maksimum dərəcədə uzaq qaçmaq lazımdır. Tamam. Bu köhnəlib. Onun haqqında danışmayacağıq. Heç. Marağınız varsa ondan sonra orada xüsusi bir bölmə var. Bunun adı gedir. Nə? Bilmirəm. No. Buralarda bir yerdədir. Hardasa. Bir de default var. Xüsusi bir bölmədir. Oraya gəlib çatdığınız vaxtda onu gedib oxuyarsınız. Əgər marağınız varsa. Tamam. Fərqlidir onlar. Letlə varın şeyi fərqlidir. Bəzi kiçik şeyləri göstərəcəm. Ümumiyyətlə onun haqqında danışmayacaq. O bizim maraq dairəmizə daxil deyil. Əgər kimsə intervyuda onu sorsa deyirsiniz ki, o köhnəlib, mən ondan istifadə etmirəm. Tak, deməli, real life analogy olaraq dəyişənlər haqqında deyirlər ki, bu qutudur, hansının ki adı var və bunun içərisində hər hansı bir şey qoya bilərik. Fərqli şeylər qoya bilərik. İstəyirsiniz çay tökün, istəyirsiniz qənd qoyun, istəyirsiniz kiril curabatın. Fərqi yoxdur. Variable'ın içərisində hər şeyi əlavə eləmək mümkündür. Tak, yaxşı. Dəyişdirmək də mümkündür. Bu formada yazdığımız vaxtı əvvəlki silinir və tamamilə itir, qalır təzəsi. Tak. Yaxşı, başqa nə deyim sizə? Başqa, eyni skriptin içərisində bir dəyişəni 2 dəfə letlə elan eləmək mümkündürmü? Yoxlayırıq. Let yazırıq, altına bir dənə də let yazırıq və enter basırıq. Nə deyir? Söyür deyir ki, identifier message has already been declared. Yəni ki, artıq sən onu tanıtmısan, ikinci dəfə olmaz. Tamam? Yəni adın valuesunu dəyişdirə bilərsən, özünü yox. Tak. Variable naming. Bu haqda danışmağa dəyər bir damcı. Deməli, JavaScript-də ümumiyyətlə hər hansı bir proqramlaşdırma dilində dəyişənləri necə adlandırır? Bu sizin yeni başlayan proqramçı olaraq ən böyük səhvinizdir. Çalışırsınız ki, hamısını qısa adlandırasınız. A, X, S1, M2, nə bilim, nə filan feşməkən. Əgər ki, kod yazdıqdan sonra, gedib 3 saat fırlanıb sonra gəlirsiniz, deyirsiniz ki, ayda, S nə idi? O deməkdir ki, siz dəyişənin adını uğursuz qoymusunuz. Dəyişənə baxdığı zaman hər hansı bir adam, boy adam, o başa düşməlidir ki, söhbət nədən gedir. Onun üçün, məsələn, username, nə bilim,
last name və ya nə bilim zırt pırt, nə bilim password filan. Bunlar normal adlardır. Baxırsan, başa düşürsən ki, o nədir? Əks halda çırt. Dəyişən adlarında nələr istifadə eləmiyorlar? Hərflər, rəqəmlər, dollar və alt xətt. Sual işarəsi, tire, dırnaq, nə bilim, apostrof və s. şeyləri istifadə eləmək olmaz. Bir. Rəqəmlə də başlaya bilməz. 2. Başqa? Azərbaycan hərfləri istifadə eləmək olar mı? Ə, ö, ç, x, nə bilim, nə filan. Olar. Bal kimi də olar. Bəli. Amma istifadə eləməsəniz yaxşıdır. Çünki məsəl üçün dünənləri, məsələn, mənim uşağımın müəllimi gəlmişdi Kanadadan. Yanında da 12 də daha şey gətirmişdi. Nə bilim, dost tanış filan feşməkən nəysə. Gəzirdilər şeydə, botanika bağında. Orada da bütün yazıları İngilizce yazıblar, bir də Azərbaycan. Yox, Azərbaycanca altında İngilizce. Yəni onlar da mırtaya çalışırdılar ki, o şeyləri oxusunlar. Yəni axırda çıxdığımız vaxtı orada yazılmışdı, oxudu. Kiksiz oxudu, yoxsa nə bilim, nə dedim ki, o kiksiz deyil, o çıxışdı. Dedə, çıkız, vot. Yəni, kiminsə sizin yazdığınız dəyişəni çıkız kimi oxumasını istəmirsinizsə, o zaman Azərbaycan hərflərindən istifadə eləməyin, bu sizin xeyrinizədir. Vot. Onun üçün bu formada dəyişən adı olar mı, olmaz mı? Niyə olmaz? Rəqəmlə başlayır. Bu formada olar mı? Bu formada olar, bəli. Niyə? Olmaz. Niyə? Çünki tiredir. Tire olmaz. Sadəcə dollar və alt xətt. Başqa simvollar qəbul olunmur. Tamam? Yəni, ümumiyyətlə bir neçə sözdən ibarət olan dəyişənləri biz hər zaman bu formada yazırıq. Yəni, birinci hərf olacaqdır, amma ondan sonra hər bir növbəti sözün birinci hərfi böyükdür. Bunun adı gedir camel case. Okay? Yes. Məsəl üçün, türklər ölürlər uzun adlardan ibarət. Nə bilim, nə sistemində, tələbə sistemində istifadə olunan istifadəçi adının parolu falan. Yəni, belə bir dəyişən adı qoyurlar və s. Amma onun başqa cürünə də yazmaq olar. Başqa cürünə bir neçə sözdən ibarət olan bir şey yazdıqları zaman altına alt xətt qoyaraq onları ayrılırlar. Burada elə bir example olsa, baxarıq. Olmasa canınız sağ olsun. Bu da misal üçün bunlar. Bunlar düzdür, dəyişən deyil, bunlar konstantdır. Biz konstantları balaca hərflə də yazırdıq. Bunlar çox qlobal bir konstant olduğu zaman onları adətən böyük hərflə yazılır. Hərçənd heç bir fərqi yoxdur. Amma bir dəyişənin balaca, o birinin böyük hərflə yazılması fərq eləyir. Yəni ki, misal üçün də tutalım ki, bu ayrı bir dəyişəndir. Bu tamamilə ayrı bir dəyişəndir. Tamam mı? Yəni ki, bunu çağırsam bu mənə 5'i, bunu çağırsam bu mənə 10'u qaytaracaq. Tamam? Niyə? Çünki bunlar case sensitivdir. Böyük və kiçik hərflərin fərqi var. Tamam? Sonra bəzi dəyişən, bəzi adları dəyişən adı olaraq istifadə eləmək olmaz. Onunla biz sizinlə qarşılaşmışdıq. Bilirsiniz nə var? Yadımızdadır, kalkulator yazırdıq. Yadımızdadır bəlkə. Orada biz bir dənə funksiyada istifadə eləmişdik. Məsəl üçün clear. Və sırf onun adı clear olduğuna görə bu funksiya işləmir. Çünki o reserved name'dir, ayrılmış addır. Bəzi adlar JavaScript'in özündə istifadə olunduğuna görə və ya shell'da istifadə olunduğuna görə onlardan istifadə eləməyə icazə vermir. Məsəl üçün class'dır, məsəl üçün let'dir, məsəl üçün return'dur, məsəl üçün function'dır, nə bilim, ola bilsin ki open'dır, closed'dur, clean'dir, filandır, feşməkəndir. Onları istifadə eləmək olmaz. Ona görə diqqətli olmaq lazımdır. Başqa nə deyim sizə? Başqa budur ki, məsələn, köhnə kodda bunun qabağında let və ya use və ya nə bilim const yazmasan bu işləyəcək və məsələn yazdıq num5, ondan sonra dedik alert num. Bu bizə həmin 5'i çıxardır. Amma useStrict'dən istifadə eləsək, bu bizə error verəcək. Nəyə görə? Çünki qabağında let, met yoxdur.
Tamam, yes. Yaxşı. Dingo. Tamam. Konstantlar. Burada ne şey var? Niye error çıkır? Konstanı değişir. Çünkü konstantın kıymetini değiştirmek olmaz. Let olsaydı hiçbir problem yoktu. İntası biz bir şeyi const olarak elan eləmişiksə onun kıymetini değiştirmeye icazə vermir. Deyir ki alignment to constant variable. Tak. Bu da böyle gitti. Başka ne kaldı? Heç nə. Yəni bunlar isə nəzəri şeylərdir. İzah eləyir ki, əgər dəyişəni adlandırmağa çalışırsınızsa, mənalı adlar onlara verin. User name, shopping cart, current visitor, new main in town, new user filan feşməkən və s. Tak. Bir dənə sual daha. Misal üçün bizim bir dənə dəyişənimiz var, onun içində nəsə yazmışıq filan feşməkən, ondan sonra ona bənzər bir dənə də şey istifadə eləyəcəyik. Burada köhnə dəyişəni istifadə eləyək, yoxsa təzə dəyişən yaradaq. Yəni, yeni yaratmış dəyişənlərin sayının çox olması kod üçün hər hansı bir problem törədirmi? Deyilənlərə görə törədir. Onun üçün təzə dəyişən yarada bilərsiniz, amma problem yoxdur. Köhnəsini əvvəlcə təmizləyib, ondan sonra yenidən istifadə eləsəniz də heç bir problem olmaz. Bunları nə edəcəydiniz? Bunları yazacaqdınız dəftərə, bəli, məqaləni oxuduqdan sonra qeyd edirsiniz, sonra taskları yerinə yetirirsiniz. Bax, 3 dənə task var burada dəyişənlərin əlaqədə. Tamam? O evdə eləyəcəksiniz. Yaxşı. Keçirik növbəti mövzuya. Data types. Bu məqamda sizə sразу резкий sual, interview sualı. Və sizə ən bəsit sual verirlər. JavaScript-də neçə dənə data type var? Nə? 3 nədir? 8 nədir? 85. Oyda! 5 dənə, 8 dənə, 7 dənə, nə bilim neçə dənə. Hə, bu da başladı saymağa. Başa düşün, ya saymaq gözəldir. Əgər həqiqətən hamısını saysan və düz desən, okeydir. Amma bəzi şeyləri əzbərə bilmək lazım. Başa düşürsünüz? Çünki özdə buna başlamamışdan əslində siz onları bilməliydiniz. Niyə? Çünki W3 School-da JavaScript olmasında məsəl üçün də tutalım ki data types bölümünə girən kimi birincisi burada yazacaq ki JavaScript variable can hold a types of data. 7 primitive data types and 1 object data type. Okay mi? Yəni bu rəqəmi yadda saxlamaq lazım. Yəni sonuçta olar Azərbaycan əlifbasında C hərf var. Bir sayacaqsan A, B, C, D, E, Ö, Ü, H. Yox da. Bunu bilmək lazımdır. Əzbərə. 8 dənə. Onun üçün bunu summary'sinə gəldiyiniz vaxt, burada da yazılacaq ki there are 8 basic data types in JavaScript. 7 primitive data types and 1 non-primitive data type. Okay mi? Tak, baxırıq əvvəlcə primitivlərə. Primitivlər nədir? Primitivlər qiyməti birbaşa qutunun içərisinə qoyulanlardır. Bunlar number'dır. Ondan sonra big int'dir. Big integer. Onlar nədir? İndiyənəcə niyə qabamıza çıxmayıb və s. və laxır az sonra. Ondan sonra string, inşallah ki bilirsiniz bunları. Ondan sonra boolean, null, undefined and symbol. Tamam mı? Okey. Bunlardır. Birdəki object non-primitivdir. Tamam mı? Yaxşı. Okey. İndi bunları da ezbərə bilməlisiniz bu arada. Əlaqəsi yox. Heç əlaqəsi yoxdur ha. Nə badə çaşıb onu deyəsən. O dollar şərəsi falan stringdir bu arada. Elə olur. Yox.
onsuz yazdığın zaman o zaman olur variable. Dollar ve alt xət. Okay? Yani, onun için simvolu heç karıştırma. Bu senin girebileceğin bir kol değil. Onun için biz onu heç keçmeyeceğiz. Ki büyük ihtimal onu 5-6 ildən sonra vəbşi ümumiyyətlə yığışdıracaqlar, əvəz eləyəcəklər obyektlə. Çünki olduqca abstrakt bir data type'dir. Yəni gözlə görülən və ya əllə hiss olunan şey deyil. Tamam? A? Array obyektin bir növüdür. Funksiya kimi. Vəbşi ümumiyyətlə, yəni mənim sizə ən başda danışdığım nağılı yadınıza salsanız, bəli, JavaScript-də bütün hər şey arraydir. Obyekt. Tamam? Okay. Neysə, numberlar bizim ən çox qavamıza çıxan data type. Yəni ki, bunun tam sayısı da number'dır, kəsirli sayı da number'dır, mənfi sayı da number'dır, bütün hər şey number'dır. Hətta və hətta riyazi hesablamaların nəticələri də hamısı number'dır. Yəni, misal üçün, hər hansı bir riyazi hesablama var. Misal üçün, 1'i vururuq 85'ə. Tamam? Bu number'dır. Məsəl üçün, 85'i bölürük 0'a. Ne olacaq? Infinity. Yəni, sonsuzluq. Sonsuzluq daha bir number'dır. Hətta və hətta əgər bu mənfi 85 olsaydı və minus sonsuzluq olsaydı, bu yenə number'dır. İnanmırsınızsa buraya yazırıq nə? Yox. Type of yazırıq. İndicə istifadə edirdik. Type of bu. Bakın number. Infinity number'dır, tamam mı? Və misal üçün 5'i məsəl üçün vursaq, tutalım ki ayana. Ne olacaq? 5 tane ayan olacaq. Allah eləməsin. 5 yanında ayan gələcək. Aha, zırt. 5 yanında ayan yazacaq. Çıxacaq not number. Yəni ki bu rəqəm deyil. Amma bu riyazi hesaplamanın nəticəsi olduğuna görə not a number number'dır. Başüstüz? Yəni, hər hansı bir riyazi əməl varsa, vurmaq, bölmək, toplamaq, çıxartmaq və s. onların hamısının nəticəsi number'dır. Okay? Məsələn, tutalım ki, məsələn, 0 bölünsün 85. Nə verəcək bizə? 0 verəcək. 0 deyil, 0 verəcək. Okay mi? Yəni ki, bu number'dır, yadımızda saxlayın. Sonra, lalay. Okay, sizə sual. Mən misal üçün ayağını götürsəm, bəli. Ondan sonra 5'e vursam ve ondan sonra çıxsam 3. Ne verəcək bizə? Namdir. Yaxşı. Bəs tutalım ki, mən neyim? Bilmirəm. Heç nə. Yəni nə əməliyyat olursa olsun, içərisində ayan varsa, içində string varsa, o hər zaman bizə not a number verəcək. Okay mi? Tamam. İndi gəldik big int'a. Nədir big int və nə üçün lazımdır? Niyə var? Emirlər. Big int. Big integer. Bizim JavaScript hər hansı bir ədədi götürdüyü zaman onun müəyyən rəqəm uzunluğunu yadda saxlaya bilər. Yəni bu C-vari dillərin ümumilli bir problemidir. Tamam mı? Məsəl üçün 16 dənə rəqəmi yadda saxlaya bilir, ondan sonra onu nəsə bir şey eləməyə çalışır. Misal üçün yuvaraqlaşdırmaya çalışır. Tamam mı? Onun üçün numberlar kəsirli ədəddə olduğuna görə
O yəni ki, maksimum 16 rəqəmdən ibarət olanları number olaraq qeyd edə bilir. Okeymi? 16 rəqəmdən çoxdursa, məsəl üçün 16 rəqəm var, ondan sonra vergül 0,5. Yəni, təsəvvür edə bilirsiniz 16 rəqəmli rəqəm. Oxuya bilirsinizmi onu? Yəni, o qədər böyükdür ki, onun kəsirli hissəsi artıq heç bir əhəmiyyət kəsb eləmir. Onun üçün, əgər bizim ədəd 16 rəqəmdən daha yuxarıdırsa, onu kəsirli eləyə bilməz, eləmir onu. Və onlar bigint hesab olunur. Tamam mı? Yəni ki, burada baxın yazıblar ki, ikilik say sistemində bu 2-nin 53-cü dərəcəsi minus 1. Dən etibarən bigintdən başlayır. Tamam mı? Yəni ki, bunun müsbəti ya da mənfisi, bu axırıncı integerdir. Ondan yuxarı və ondan aşağı olanlar bigintdir. Yəni, böyük ədədlər ancaq və ancaq tam olur. Onun üçün integerdir bunlar. Tamam mı? Onlar kəsirli olmaz. Bizim qabağımıza bu niyə çıxmayıb? Çünki biz kosmik hesablamaları eləməmişik. Yəni, biz heç vaxtı bu uzunluqda bir ədədlə, heç adını belə bilmədiyimiz, oxuya bilmədiyimiz ədədlə işləməmişik ona görə. Tamam? Amma yəni birdən, bilmirəm, NASA-da işləsəniz və orada NASA-da, nə bilim, senior JavaScript proqramçı işləsəniz, nə? Niyə bəs 16 rəqəmdə hansı 999? Ay qardaş, belədir də mən nə bilim. Yəni, tiplər üçün müəyyən məhdudiyyətlər ayrılıb. Başa düşürsən? Yəni ki, number'ı sən bu qutuya qoyacaqsansa, sənin üçün yəni ki, ən böyük bu boyda qutu lazım. Okeymi? Yəni, əgər daha böyük bir şey istifadə edir, o sənə başqa qutu lazımdır. Buna sığmaz. Yəni, 5 bura sığar, 85 sığar, 85 milyon sığar, nə bilim, 90, nə bilim, o trilyarddan, nə bilim, nədən, katrilyondan sığar. Amma ondan yuxarısı üçün başqa boş qapılar, başqa qutu lazımdır. Onu korobka ilə göndərənmirsən, onun üçün konteyner gərək sifariş edəsən. Yerləşmir o. Tamam? Yes, bunun üçün. Bir tam nə qədərsə uzun olan rəqəmlər, bir tamından sonra... Əgər virgül varsa, o integerdir. Və o da number'dır. Və o şeydən sonra 16-dan artıq rəqəm eləməyəcək. Baxın. Baxırsınız? Yaxşı baxırsınız? Sayın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11, 12, 13, 14, 15, 16. Görürsünüz neyin adı? Yuvarlaqlaşdırdı. Dedi ki, əgər budursa, niyə bunu elədi? Çünki bu N'in 10-cu qüvvətidir. Çox. Ondan yuxarısını qəbul olunur. Müəyyən limitlər var. Tak, yaxşı. Yaxşı. Stringlərlə əlaqədar bilmədiyiniz bir şey varmı? Stringlər bilirik ki, dırnaqların içərisində yazılır. Cüt dırnaqlar ola bilər, tək dırnaqlar ola bilər. Cütlə tək arasında fərq varmı? Bəs nəyə lazımdır cüt və fərq? Eşitdim. JavaScript'də biz stringin içərisində tag istifadə edə bildiyimizə görə, tagin də argumentin dırnaqları cüt olduğuna görə, məsəl üçün bunu yaza bilmərik. Yəni, buradakı dırnaqlar bununla bu qarışacaq. Onun üçün bunu tək dırnaqda yaza bilməyimiz üçün tək dırnaqlar mövcuddur. Yaxşı. İndi bizim bir də tək dırnaq var. Bir də backkodlar var bunlar, backtiklər. Onların fərqi varmı? Başqa? Yes, exactly. Eşitdin nə deyib? Bu görsən eşitmədin. Çünki sənin ağzın açılanda qulaqların bağlanır. O deyib ki, məsəl üçün bizim dəyişənimiz olsun, məsəl üçün kod dəyişəni olsun.
Və bunun içərisində, məsəl üçün, tək dırnağın içərisində yazsaq ki, bizdə misal üçün burada, məsələn, ule olsun, onun içərisində bir dənə li olsun, onun içində bir dənə nay olsun və burada da biz uleni bağlasaq. Okay. Belə bir kod bizə error verir. Deyir ki, invalid or expected token zıppırt filan fişməkən. Amma buradakı dırnaqlar belə olsa, bu onu gül kimi də qəbul edir. Tamam? Və desək ki, bizim kodumuz nədir? Yəni ki, onu bizə çıxardır. Okay? İki dənə şey var. İkincisi, burada məsəl üçün, nana əvəzinə yaza bilərik. Məsələn, nəsə. Bu dəyişənin bunun içərisinə əlavə olunmasıdır. Bunun adı necə gedir? İnterpolasiya gedir, elədir ki var. Okey, yaxşı. Tak, başqa hiçbir şey. Tak, indi bax, especially for you. Hansı ki deyir ki, dollar və digər şeylər simvoldur. Onlar simbol deyil. Onlar başqa dillərdə karakter adlanır. Tamam mı? Ya da char adlanır. Ama JavaScript'te öyle bir şey yoktu. Onların hamısı, there's only one type, string. Okay? A string may consist of zero characters, yani içerisinde hiç ne olmayabilir. Yani ki, eğer bizim type of'un içerisine tekçe boş tırnak koysak, o yanında string. Tamam? Yani bunun için dollar yazsak, o yanında string. Tamam? Tak, yaxşı. Boolean-da ancaq iki dənə qiymət var. True və ya false. Bu hələ toya gedəsidir. Niyə? Çünki məsəl üçün null-da və misal üçün undefined-da hərəsində ümumiyyətlə bir dənə qiymət. Null və ya undefined. Null-ın undefined-dan fərqi nədən ibarət? Burası böyle değil. Yok. Undefined'da sadece let Murad yazmışam ama onun olduğunu. Misal üçün mən burada dəyişən yazsam Murad. O mənə nə deyəcək? Bu dəqiqə yazıram Murad. Murad yazıram. Enter'a basıram. Bu mənə nə verəcək? No. Yok. Ne yazmak? Yok. Ben de yok. Anlatmak Götüreceği onu da undefined götürecek. Üçümüz beraberden sonra nasıl yazmak? Null verecek. Zırt verəcək. Okulun yapmış. No. Deyəcək ki, yəni dediklərinizin heç biri uyğun deyil. No. Deyəcək is not defined. Bu undefined deyil. Deyəcək ki, Murad is not defined. Yəni sadəcə və sadəcə ümumiyyətlə təbiətdə elə bir söz yox. Tamam. Qabağında let yazsaq, bu undefineddir. Yəni ki, dəyişən var, amma dəyər verilmir. Bəs yaxşı, null nə vaxt olacaq? Leti satır. Nasıl bulduk şunu? Ya iki variyetler. Bunlar tayfoslar sadece ne yapacaklar? Hayır var. Mesela leti variyetler. Type of nə yazaq? Vahid yazaq. Nə verəcək bizə? Ne olacak? Zırt. Nasıl yok da? Yox, böyle. Define olunmamış şey undefined. Amma dəyişənin özünün qiyməti is not defined. Okay? Bunlar iki dənə fərqli şeydir. Tamam mı? Sual, null nə vaxt olur? Well, biz define edecek bu cümleyi. Ne işe? Sonra haber. Null elə belə action yarana bilməz. Null ancaq və ancaq əgər biz onu null kimi elan eləyiriksə o vaxt olur. Yəni misal üçün bayaq Murad var idi. Tutalım ki belə bir şey yazsam. Bu nədir? Bunun tipi. Bunun tipi bəli stringin özüdür. Yazsaydı ki bu misal üçün budur. Onda type nə olacaqdı?
Number'dır. Çünkü sıfırdır. Eğer bunun içerisinde tutalım ki biz mesela da tutalım ki bu false yazsa, o zaman bunun type olacak boolean. Okey mi? Bəs yaxşı necə eləyim ki bu olmasın da hiçbir tip olmasın. O zaman biz buraya yazırıq null. Ancak ve ancak o vaxtı bunun tipi olacak null. Ama null'ın tipi bu arada öz növbəsində object. Tamam? Bu bir tərəfdən sübut eləyir mənim nağılımı, hansında ki mən demişəm ki JavaScript'te bütün her şey null belə obyektdir. Belə baxanda. Ama o bir tərəfdən bunu JavaScript'in bug'ı olarak sad eləyirlər ki null necə obyekt olabilir filan. Onların hiçbiri bilmir, mən bilirəm. Okay? Yes. Onun için yani birden kimse çaşıp interviewda sizden soruşsa ki null'ın type'ı nedir? Type'ı diyeceksiniz ki null'ın type'ı object'ti. Yani deseler ki niye null'ın type'ı object'ti? İki tane şey var. Diyeceksiniz ki actually bu JavaScript'in bug'ıdır. Ama o bir taraftan da diyebilirsiniz ki Vahid müəllimin nağılına göre JavaScript'te her şey obyekttir. Eğer sübutunu istəyirsinizsə Vahid müəllimə müracaat edə bilərsiniz. Okay? Bəli, elədir ki var. Əlaqə nömrəsini onsuz da CV-nizdə referans bölməsində yazarsınız. Tamam? Bu nağıl məsələsi. Ha, birden sizi interview eləyən front-end senior developer desə ki Vahid müəllim kimdir? Deyirsiniz ki Vahid müəllimi tanımayan özünü tanımır. Tamam? Ne istiyorsan. Soruşurdum ki nağıldan məsələ istifadə edildikdən. İçini temizlemek için. Sen yemek yedikten sonra boşkabı yuyursan. Bəli. Ve sonunda. Null boşkabı yumaktı. Boşkap tamamıyla boştu. Biri var ki sen ne bileyim tutalım ki kaşıkla şeylenmişsen ama yanın içinde görünür ki neymişsen. Biri odur ki çörekle sıyırmışsan ama yine de iyi gelir. Biri var ki yalamırsan böyle ama yine de bilinir ki orada nasıl yiyileyim. Bir de var ki tamamıyla yani feriyle, ne bileyim paltar sabunuyla, karışokla yumursan yani bilinmir yani ne var orada. Onu aldı. Tamamıyla boş bir değişen. Tamam. Şu. Arada bir lazımdı yani. Hı-hı. Tak. Deməli, undefined-la null'ın da fərqini bildik. Objects and symbols, yani ki the object type is special. Tamam, bunu nəzərdə tuturuq. Yani ki bunun haqda, obyekt haqda ayrıca söhbət eləyəcəyik. O ayrı bir söhbət. Bu nədir? Hoca 32-dir, baxsayıq. Tak, type of operator bayaq istifadə elədik bir xeylıq, inşallah yadımızda qalır. Ne gözəl. Вот. Symbol için bakın burada yazılır bir cümleyle. Symbol type is used to create unique identifiers for objects. Tamam mı? Вот. Onun için dediğim gibi boş ver onu. Tak. Başka ne var burada maraqlı? Hiç. Bitti. Summary sizlikti. Tasklar varmış. Tasklar bir tane task var sizlikti. Bir de dediğim gibi komentleri okuyorsunuz. Bir damcı gülürsünüz. Allah xoşbaxt eləsin. Bugünlük bu kadar. Sağ olun. Gələn görüşlərə dək. Məsudu şənbə günü gözləyirik.